Göylərin yuxarı qatında, yumşaq buludların arasında Oksi adlı kiçik, enerjili bir molekul yaşayırdı. Oksi hər gün buludlarda yellənir, küləklərlə yarışır, göylərdə rəqs edirdi. Amma Oksi bir gün düşündü. Mən təkcə göylərdə rəqs edə bilmərəm. Mən dünyaya həyat gətirmək istəyirəm. Beləcə, Oksi böyük bir qərar verdi. Yeni su damlaları yaratmaq üçün buludlardan aşağı düşəcəkdi. Aşağı düşəndə Oksi gördü ki, su damlaları hələ tam yaranmayıb. İçlərində gizlənmiş hidrogen dostları vardı. Onlar H2 şəklində əl-ələ tutaraq oyun oynayırdılar. Amma tək başına su damlası ola bilmirdilər. Oksi sevinclə çağırdı. Salam dostlar, gəlin birlikdə möcüzə yaradaq. Siz mənimlə birləşsəniz, yeni su damlaları dünyaya həyat verəcək. Hidrogen dostları da sevinclə cavab verdi. Bəli, Oksi, gəlin birlikdə parlaq, sərin su damlaları olaq. Və bir anda sehirli bir işıq parladı. Oksi və hidrogen dostları birləşərək göydə kiçik, parlaq su damlalarına çevrildilər. O damlalar sanki göylərdə rəqs edərək yerə doğru düşdü. Yağış damlaları çayları doldurdu, gölləri bəzədi, dənizlər parladı. Bitkilər su ilə sulandı, heyvanlar sərinlədi, insanlar gülümsədi. Oksi isə buludlara qayıdaraq yeni macəraya hazırlaşdı. O bilir ki, hər yağış damlası onun və hidrogen dostlarının dostluğunun macərasının bir hissəsidir. Hər dəfə göylərdə səyahət etdikcə yeni su damlaları dünyaya həyat verir. Və beləliklə Oksi və hidrogen dostları sayəsində dünya yaşıl, canlı və parlaq qalır.